İnsanlar maraqlı anlarını dondurmaq, xoş xatirələrini yadda saxlamaq üçün şəkil çəkdirirlər. Çoxu isə evində fotoaparatının olmasını istəyir. Lakin ticarət şəbəkələrindən fotoaparat almaq istəyərkən istehlakçı müəyyən çətinlik qarşısında qalır. Çünki hazırda satışda olan ən müxtəlif çeşiddə və keyfiyyətdə fotoaparatları fərqləndirmək həqiqətən çətindir. İstehlakçı fotoaparat alarkən ilk növbədə ondan hansı səviyyədə, harda və nə məqsəd üçün istifadə olmasını dəqiq aydınlaşdırmalıdır. Çünki foto sənətinə yeni maraq göstərənlər üçün minimal imkanlara malik həvəskar fotoaparatların alınması məqsədə uyğundur. Kifayət qədər funksiyaları olan peşəkar fotoaparatlara küllü miqdarda pul xərcləməyə ehtiyac yoxdur. Ev şəraitində bunlardan istifadə olunur. Bunların burada obyektivi, çəkdiyiniz obyekti burada kamerada, ekranda görürsünüz. Başqa kameralar arasında məsəl üçün zerkalni kameralar, güzgü prinsipi daşıyan fotoaparatlar var. Bu fotoaparatlardan da məsəl üçün sırf bu sahədə məşğul olan insanlar, bu sahədə məşğul olan toylarda da çəkiş edən insanlar üçün bunlar məsləhət görülür. Bu fotoaparatlar professional fotoaparatlar nəzərdə tutulur, sayılır. Bu fotoaparatlardan çəkiliş zad eləmək üçün istifadə olunur. Burada fotoaparatlarda üstünlüyü ondadır ki, bunlarda obyektivi dəyişmək olur. İstəsəz başqa obyektiv, məsələn, bunlar standart 18-55-dir. Bunlar 3 dəfəyə yaxınlaşdırmaq olur. İstəsə, müştəri istəsə gələcəkdə bunu dəyişdirə də bilər. Burada güzgü prinsipi iləndir. Burada obyektiv şəkil çəkəndə birbaşa güzgüyə düşür obyektivdir. Bu güzgü əslində məsləhətdir ki, bunu heç vaxt toxunmasın. Buna toxunmaq olmaz, onda problem ola bilər. Fotoaparatların istehlak xüsusiyyətlərinə gəlincə, bura onların funksionallığı, etibarlılığı və digər amillər daxildir. Funksional xüsusiyyətləri dedikdə fotoaparatın konstruksiya özəllikləri, texniki imkanları nəzərdə tutulur. Etibarlılığına isə onun işləkliyi, uzunömürlüyü, təmirə yararlılığı və saxlanması daxildir. Fotoaparatın etibarlılığı onun istehsalında istifadə olunan materiallardan asılıdır. Bəzi müştərilər olur ki, səyahətə çıxanda, səyahətə çıxmaq üçün çıxanda, fotoaparat şəkil çəkmək, orada səyahətdə gözəl effekt almaq üçün istifadə edirlər. Onlara ultrazum fotoaparatlar məsləhət görülür. Orada fotoaparatların yaxınlaşdırmağı, keyfiyyət orada daha super, buna baxanda daha super olur. Başlanğıc üçün elə üstündə 18-55 onlar üçün fonlu bəsdir. Bu 18-55 onlar bunu istifadə edə bilər. Artıq professional olanlar, çəkənlər hər hansı bir foto modellərini şəkil çəkən, onlar üçün 18-200, minimum 18-200 və daha artıq olan obyektivlər məsləhət görülə bilər. Onlar üçün o kifayət edir. Fotoaparatı seçdikdən sonra mütləq onu yerində qoşub yoxlayın və funksiyaları, idarə olunması ilə bağlı mağaza əməkdaşına zəruri olan suallarınızı verin. Qablaşdırmadan öncə onun korpusunu, ekranını yaxından nəzərdən keçirin. Hər hansı bir qüsur aşkar etdikdə onu almaqdan imtina edin. Orijinal mal aldığınıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmağı unutmayın. Fotoaparat alarkən diqqət yetirilməli vacib olan digər məqamlar da var. Funksiyaları, menyudan istifadə rahatlığı, rejim seçimi. Fotoaparatın estetik görünüşü də xeyli dərəcə əhəmiyyətlidir. Eyni zamanda ələ yatımlı quruluşa və zövqə uyğun rəngə malik olmalıdır. Fotoaparatlar zəmanət müddəti ilə satılmalıdır. Bu, onun zəmanət talonunda, pasportunda və ya nişanlama kağızında, yaxud da mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən satıcı onun pasportunda malın bu obyektdən alındığı və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu, ona görə edilir ki, istehlakçı həmin müddət ərzində alınan malda qüsur aşkar edərsə, qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilsin. Satış tarixindən etibarən fotoaparatlara verilən zəmanət müddəti orta hesabla 2 ildir.